Salam dəyərli izləyicilər, BKS-in bugünkü qonağı İqtisadçı Real Partiyasının sədri Natiq Cəfərlidir. Xoş gəldiniz Natiq. Xoş gördük. Natiq bəy, istəyərdim başlayaq ondan ki, sizcə hazırda Azərbaycan iqtisadiyyatının ən belə deyim də əsas problemi nədir və ümumiyyətlə bu problemin əsas səbəbləri nələrdən ibarətdir? Burada iqtisadçıların da, hökumətin və iqtisadçıların fikrində müəyyən belə deyək, fikir ayrılıqları var. Mənim şəxsi düşüncəmi söyləyə bilərəm. Mənim şəxsi düşüncəmə görə Azərbaycan iqtisadiyyatının ən böyük problemi iqtisadi aktivliyin zəifləməsidir. Ümumdaxili məhsulun azalması, daha doğrusu artım tempinin azalması və çox aşağı artım tempinin olması və iqtisadi aktivliyin zəifləməsidir. Bu, bütün iqtisadiyyata dalğavari şəkildə təsir göstərir. Amma görünən odur ki, hökumətin əsas gördüyü problem büdcənin, belə deyək, büdcə daxil olmalarının azalmasıdır. Yəni, fəlsəfi və fundamental fərqimiz bundadır. Ona görə də məhz bu problemi həlli üçün hökumət büdcənin gəlirlərinin artırılması yollarını düşünür və bunun üçün müxtəlif vergilərin artırılması, müxtəlif lisenziyaların artırılması, gömrük rüsumlarının artırılması bu yolla büdcə gəlirlərində yaranmış problemlərin həllinə çalışır. Amma mənim düşüncəm fərqlidir. Düşünürəm ki, məhz iqtisadi aktivliyin artırılması əsas problem kimi və prioritet kimi götürülsə və iqtisadi aktivliyin artırılması yolu ilə dövriyyənin artırılması, iqtisadiyyatın canlanması baş versə, zaten bir müddətdən sonra vergilər də artacaq. Çünki iqtisadi aktivliyi artdıqca məntiqlə həm yeni biznes sahələri, yeni iş yerləri, həm də yeni gəlir mənbələri yaranacaq. Ona görə də düşüncəmə görə Azərbaycanın bugünkü bir nömrəli problemi iqtisadi aktivliyin zəifləməsidir. Çünki keçən il bizim ümumdaxili məhsulun artım tempi cəmi 1,4% olub. Bu MDB-də ən aşağı göstəricidir. Ona görə də bu göstəricilər yüksəlməlidir ki, heç olmasa 4-5%-ə çatdırılmalıdır ki, iqtisadiyyatda yeni fürsətlər yaransın, iqtisadi daralmanın qarşısı alınsın. Əsas qonşulardan digər deyilən Gürcüstan və Ermənistan. Əlbəttə, Gürcüstan və Ermənistandan geriyik. Məsələn, Gürcüstanda ümumdaxili məhsul keçən il təqribən 8% civarında artdı, 8%-dən biraz çox. Ermənistanda 5,6%-dir, Azərbaycanda 1,4%. Azərbaycan haradasa Rusiya ilə aşağı-yuxarı eynidir. Rusiyada da 2%-ə yaxın ümumdaxili məhsulun artımı olub. Yəni, bu onu göstərir ki, iqtisadiyyatda bu daralma, ümumdaxili məhsulun artım tempinin azalması dalğavari şəkildə hər şeylə təsir göstərir. İstəyir iş yerlərinə, istəyir kiçik sahibkarlığa, orta sahibkarlığa, vergilərin azalmasına, vergi gəlirlərinin azalmasına. Hökumət də bunun kompensasiya etmək üçün vergilərin artırılmasını düşünür. Məncə, əksinə olmalıydı. Yəni, əksinə vergilər bəlkə də biraz da aşağı salmaq lazımdır ki, iqtisadi aktivlik canlansın. Bir müddətdən sonra bu əlavə vergi gəlirləri gətirəcək. Bir də neft şeylərinə baxmayaraq, əhalinin alıcılıq qabiliyyəti getdikcə aşağı düşür. Əhaldə sual yaranır ki, neftin məsəl qiyməti kəskin aşağı düşmür. Ümumiyyətlə, bu qədər gəlir olduğu halda biz niyə görə ümumiyyətlə yaşaya bilmirik? Bu, başqa bir məsələdir. Bu, biraz fundamental, Azərbaycanın fundamental problemlərinə gərək biraz toxunaq. Azərbaycanda 10 ilə yaxındır ki, manatın məzənnəsi sabitdir. Manat dollara indeksləşir. Və belə deyək də, dollar hansı istiqamətə gedirsə, onun fəsadları manatda da özünü büruzə verir. Məsələn, 10 ildir Azərbaycanda inflyasiya ilə bərabər, manatın inflyasiyası, Azərbaycandakı inflyasiya ilə bərabər, dolların özü də dəyərdən düşür axı dünyada. Dünyada dollar dəyərdən 10 ildə düşdüyü həmin o dəyər enməsi avtomatik olaraq həm də manata proyeksiya eləyir. Yəni, məsələn, dolların alıcılıq qabiliyyəti 10 il bundan qabaq indikindən çox idi. İndi dolların alıcılıq qabiliyyəti də düşür, dünyadan gedir söhbət, dünyadakı məzənnəsindən və dollar indeksindən gedir. Bax, onun proyeksiya olunması manata, manatın alıcılıq qabiliyyətinə təsir eləyir. Məzənnə yerindəcə qalır, məzənnə dəyişmir 10 ildir. Amma 10 il bundan qabaq 100 manata aldığınız ərzaq səbətini, bugün siz onu 50 manata alırsınız. Daha doğrusu əksinə 50 manata aldığınız ərzaq səbətini 10 il bundan qabaq, bugün 100 manata alırsınız. Yəni, çox kənara getməyin, mən kəsəcəm onu deyəm. Hə, yaxşı. Onda əvvəldən, bu cümləni əvvəldən başlayaq. Yəni, dolların özünün inflyasiyası Azərbaycan manatına proyeksiya olunduğundan, məsələn, manatın alıcılıq qabiliyyətinin azalmasının şahidi oluruq. 10 il bundan qabaq 50 manata aldığınız ərzaq səbətini bugün 100 manata alırsınız. Amma faktiki olaraq manat dəyişməyib, baxıb məzənnəsi, dollar indeksi olduğuna görə. Bax, bu ən böyük problemlərdən biridir. Yəni, məzənnə dəyişmir, bunun müsbət və mənfi tərəfləri var. Amma ən böyük problem
manatın özünün alıcılıq qabiliyyətinin aşağı düşməsidir. Və 10 il bundan qabaqla müqayisədə manatın alıcılıq qabiliyyəti hardasa 2 dəfəyə yaxın aşağı düşüb. Və bu da, amma insanların gəlirləri 2 dəfə artmayıb axı. 10 il bundan qabaq 500 manat maaş alan, 600 manat maaş alan bugün 1200-1500 maaş almır. Maksimum 20%, 30% onun maaşı arta bilər bu 10 il ərzində. Amma faktiki olaraq aldığı maaşın alıcılıq qabiliyyəti isə 2 dəfə dəyərdən düşür. Bir də Amerika prezidenti çalışır ki, ümumiyyətlə dollar çox qalxmasın da, Fed rəhbərinə təzyiqlər göstərir. Bu ümumiyyətlə bir ölkə məsələn öz valyutası güclənməsini istəyir. Nə israrla istəyir ki, çox yox, əksinə ixracatçı ölkələr əksini istəyirlər. İxracatı çox olan, mal və xidmət ixrac edən ölkələr əksinə istəyirlər ki, öz valyutaları məzənnəsi biraz aşağı düşsün. Çünki bu rəqabət qabiliyyətini artırır. Təqribən 25 ildir Amerika ilə Çin arasında ən vacib mübahisə Çinin yuanın qiymətini süni şəkildə aşağı salması ilə bağlı idi. Çin yuanı devalvasiyaya uğradırdı zaman-zaman və yuan dəyərdən düşdükcə Çin mallarına tələbat artırdı, Çinin ixrac potensialı yüksəlirdi və Amerika bunu həmişə manipulyasiya sayırdı və Çinə təzyiqlər göstərirdi. İndi eyni şey Amerika etməyə çalışır. Amerika düşünür ki, dolların beynəlxalq indeksi nə qədər aşağı olsa, Amerika mallarının rəqabət qabiliyyəti bir o qədər artıq olacaq və məsələn avro qarşısında dəyərdən düşdükcə avro məkandan, avrozonadan daha çox Amerikadan mal sifariş edəcəklər. Çox sadə dillə izləyicilərimizə aydın olsun deyə, məsələn 2 il bundan qabaq 100 avronu xırdalayanda təqribən 100 dollar, 108 dollar, 109 dollar düşürdü. Bugün 118 dollar düşür. Bu sərf edir də, məsələn 100 avro məkandan sifariş eləyəndə artıq görürsən ki, dolların məzənnəsi aşağı düşüb deyə daha çox mal sifariş verirsən, daha çox xidmət sifariş verirsən. Yəni Trumpın etdiyi tam məntiqlidir. Yəni Amerika iqtisadiyyatı üçün məntiqlidir. Amerikanın iqtisadi potensialını artırmaq, ixracat gücünü artırmaq üçün dolların indeksinin dünyada aşağı düşməsində maraqlıdır. Bir də inflyasiya ilə mübarizədə Real Partiyasının təklifləri nələrdir? Məsələn, hökumətə inflyasiyanı aşağı göstərirlər daim, amma realda elə deyildi yəni. Bir neçə fundamental yanaşma dəyişməlidir. Birincisi, Azərbaycanda inflyasiya hesablama qaydaları dəyişməlidir. Bilirsiniz ki, bir inflyasiya zəmbili var, orada 500 adda mal xidmət var və ona uyğun hesablanır inflyasiya. O bizə lazım deyil axı. 500 adda mal və xidmətin arasında məsələn avokado da var. Bax, avokadonun qiymətinin azalmasının və artmasının sizə bir təsiri varmı? Yox, mənə də təsiri yoxdur. Amma var, o zəmbilin içində var. Və o da ümumi rəqəmlərin daha aşağı düşməsinə səbəb olur. Bizim təklifimiz ilkin olaraq hesablama qaydaları ilə bağlı ilk təklifimiz ondan ibarət olub ki, dəfələrlə bunu səsləndirmişik. Ayrıca 30 adda gündəlik tələbat məhsullarının qiymət dəyişməsinin indeksi çıxarılmalıdır. Çünki 30 adda məhsulu biz hər gün istifadə edirik. Çörəkdir, yağdır, makarondur, qarabaşaqdır, düyüdür və s. Bunlar 30 adda məhsulu hər gün istifadə etdiyimizə görə oradakı qiymət dəyişikliyi insanlara daha çox təsir eləyir. Məsələn, həmin məhsulların qiyməti, əgər onu inflyasiya zəmbilindən çıxartsaq, digər məhsullara nisbətən daha çox artır. Amma ümumi inflyasiyada aşağı göstərilir. Amma mənim məsələn avokadonun qiymətinin artması və ya azalması mənə təsiri yoxdur. Amma məsələn düyünün qiymətinin artması mənə təsir göstərir. Qarabaşağın, makaronun qiymətinin artması mənə təsir göstərir. Burada artım 30-40% olur. Amma başqa sahələrdə, tropik meyvələrdə məsələn 2% olur. Bunu cəmləyib böləndə daha aşağı rəqəm alınır. Birincisi hesablama qaydası dəyişməlidir. İkincisi, Azərbaycanda istehsal olunmayan və istehsalı nəzərdə tutulmayan məhsullar var. Onların gömrük rüsumu və əlavə dəyər vergisinə yenidən baxmaq lazımdır. Çünki qiymətin içində, Azərbaycana daxil olan məhsulların içində 15%lik rüsum var, maksimum götürsək, 18%də əlavə dəyər vergisi var. Məsələn, Azərbaycanda nə vaxtsa ərzaq məhsullarından söhbət gedir. Məsələn, süd məhsulları və çay məhsulları bu Azərbaycanda istehsal olunurmu? İlkin baxışdan görürsən ki, mağazalarda var. Azərbaycan brendləri altında çay satılır, süd məhsulları satılır. Dərinə gedəndə məlum olur ki, onların tərkibi Azərbaycan məhsulları deyil. Onları ithal olunur Azərbaycana və burada qablaşdırılır. Məsələn, Azərbaycanda bu qədər çay kolu yoxdur. Azərbaycanda istehlak olunan çayın cəmi 10%-ni Azərbaycan özü istehsal edir. 90% xaricdən gəlir. Ceylondan, Hindistandan, Şri Lankadan, Bangladeşdən gəlir, burada qablaşdırılır. O qablaşdırılmaya görə
Oradan gələn məhsula niyə biz 18% əlavə dəyər vergisi tətbiq eləyək ki? Onu biz azaltsaq, məsələn 8% salsaq heç olmasa, 6% salsaq ərzaq qiymətləri endeksinə heç əlavə dəyər vergisinə heç olmasa, bu qiymətlərə avtomatik təsir göstərəcək. O cümlədən gömrük rüsumları, məsələn uşaq yeməkləri çox belə vacib strateji məsələlərdən biridir, sosial məsələlərdən biridir də. Azərbaycan istehsal eləmir. Eləməyi də planlaşdırmır. Bax, bunun niyə əlavə dəyər vergisi olsun? Niyə bunun gömrük rüsumu olsun? Bax, bunları birinci növbədə aşağı salmaq lazımdır ki, qiymətlər tənzimlənsin. Və yaxud da dərman preparatları. Dərman preparatlarına aptekdə biz dərman alarkən 18% əlavə dəyər vergisi ödəyirik. Niyə? Bu dərmanın 94%-i xaricdən gəlir. 94%. Yəni biz ona niyə əlavə dəyər vergisi ödəyək ki? Bax, bu vergi və gömrük rüsumlarının normal və ədalətli tənzimlənməsi Azərbaycanda qiymətin aşağı düşməsinə səbəb olan əsas amillərdən biri ola bilər. Nəhayət, bir də qlobal məsələlər var. Rəqabətlə bağlı, rəqabətli mühitin genişləndirilməsi ilə bağlı, ədalətli məhkəmə sistemi ilə bağlı ki, rəqabətsizliyə uğrayan iş adamları döyəcəyi bir qapı olsun və s. Bax, bu tipli kompleks tədbirlər olmalıdır ki, Azərbaycanda inflyasiya aşağı düşsün. Bir də ümumiyyətlə mən istərdim ki, yerli istehsal məhsullarına toxunaq. Azərbaycanla ümumiyyətlə startdan beri 91-ci ildə müstəqillik qazanan digər ölkələrin məhsulları da bizə gəlir. Türkmənistan, Özbəkistan, Gürcüstan, Moldova və s. Onların məhsullarını məsələn mən alıram, istər şokoladlı olsun, istər nə bilim təmiz məhsulları çox həqiqətən keyfiyyətlidir. Amma bizdə ümumiyyətlə məsələn bir neçə holdinglər istehsal edir. O deyil, nədir səbəb? Yəni qiymət özü də həm bahadır yerli mallara. O anormal bir vəziyyətdir. Məsələn, Azərbaycanın yağı da ki, Rusiyadan ixal olunan yağlardan daha bahadır. Niyə? Yəni məntiqi nədir? Həm də keyfiyyət o deyil. Birincisi, Azərbaycanda ümumiyyətlə istehsal baha başa gəlir. Hökumətin çözməli olduğu ən vacib problemlərdən biri budur. Məsələn, biz də tənqid edirik tez-tez, tekstil məlumatlarda çox asan istehsalı başa gəlir də. Bu texnoloji bir şey deyil, iPhone deyil, nə bilim, kompüter deyil, təyyarə deyil. Amma iş adamlarından danışmışam mən, çox maraqlı idi mənə bu haqda. Bir neçə iş adamı ilə söhbət elədim və işin məğzini öyrənmək üçün. Onlar çox sadə bir formulla izah eləməyə çalışdılar və haqlı olduqlarını düşünürəm. Azərbaycanda istehsal olunan corab məsələn. Biz corab istehsal eləmək istəyirik, tutalım. Çindən gətirilən corabdan 3 dəfə baha başa gəlir. Məsələn, Çindən siz 11 sentə topdan satış corab ala bilərsiniz. Azərbaycanda bu başa gəlir ən belə yaxşı hesablasan təqribən 1 manata. Bir cüt corab. Soruşanda ki, niyə deyir elektrik enerjisi bahadır? Təbii qaz bahadır sənaye müəssisələri üçün. Vergilər yüksəkdir. Bütün bunlar nəticə etibarilə maya dəyərinə təsir edir. Qiymətə təsir edəndə qiymət şişir və nəticədə yerli istehsal sərfəli deyil. Azərbaycanın ən böyük problemlərindən biri budur. Amma məsələn Gürcüstana baxırıq. Gürcüstanda bu tipli məsələlərin istehsalını həvalə edib və həvalə eləmək sözü bəlkə də doğru deyil. Yəni o istiqamətə yönəldib hökumət təşviqləri ilə ki, buna kiçik orta sahibkarlıq məşğul olsun. Onların vergi yükü 1%-dir. 500 min laraya qədər dövriyyəsi olan kiçik sahibkar 1% vergi verir. Təbii ki, onun məhsulu ucuz olacaq. Təbii ki, biz baxırıq Gürcüstandan aldığımız məhsulların içində daha çox nə var? Spirtsiz içkilər məsələn. Çoxdur, həddindən artıq. Limonad, həm keyfiyyəti yüksəkdir. Keyfiyyəti də yüksəkdir, həm də qiyməti ucuz başa gəlir. Çünki Azərbaycanda limonad istehsalçısı işığa daha çox verir, qaza daha çox verir, daha çox vergi ödəyir, daha çox rüsum ödəyir. Bütün bunun nəticəsində də onun malı baha başa gəlir. Yəni Azərbaycanda ən birinci həll olunmalı məsələ sənaye ilə məşğul olan, istehsalla məşğul olan insanların çox böyük təşviq üstünlükləri olmalıdır. O zaman yerli istehsal artacaq. Məsələn, bu yaxınlarda 3 gün bundan öncə Kənd Təsərrüfatı Naziri belə bir açıqlama verdi ki, Azərbaycanda yığılan pambığın cəmi 30% Azərbaycanda emal olunur. 70% xam mal kimi xaricə satılır. Yəni bu indiki dünyada belə anlaşılmaz bir məsələdir də. Çünki pambıqdan bir ton pambığın dünya bazarındakı qiyməti təqribən $1700. Amma bir ton pambıqdan o qədər paltar almaq olar ki, onun dəyəri təqribən hardasa 14 min, 16 min dollara çata bilər. Yəni biz 10 dəfə aşağı qiymətə niyə satırıq ki, xam mal kimi bunu? Pambıqdan iplik, iplikdən parça, parçadan hazır məhsul. Bu çətin texnologiyadır ki? Bu yəni 3000 ildir bu texnologiya var ən azından. Əlbəttə. Yəni Azərbaycanda bunu təşkil etmək çox da çətin bir şey deyil. Deməli bu yöndə təşviq proqramları olmalıdır da. Məsələn, mən gəlməliyəm banka, iş adamıyam,
beynimdə də ideya var. Gəlmişəm ki, köynə istehsal eləyəcəm, məsələn. Bəli. Gəlirəm banka. Bank mənə neçə faizlə kredit verir? 17%, 18%. Bəli. Hətta bu faizin yüksək olmasını bir kənara qoyaq. Mənə nə deyir? Deyir ki, sən girov qoymalısan. Mənim bəlkə heç evim yoxdur, mən nəyi girov qoyum? Amma Gürcüstanda elə deyil. Təşviq proqramları var, insanlar müraciət eləyir, kreditlər alır, aşağı faizlə, 4%də biznes kreditləri var. Ona görə də Gürcüstanda maliyyə dəyəri aşağı olduğundan bu tip məhsulların rəqabətdə bizi udurlar. İndi eyni şeyi Özbəkistan eləyir. Məsələn, Özbəkistan keçən ildən qanun qəbul elədi və vergilərə, gömrük məcəlləsinə dəyişiklik elədi. İstehsalla məşğul olanlara çox böyük təşviqlər tətbiq olunur. Çox böyük. Ona görə də məsələn Özbəkistan mallarını biz məhsullarını Azərbaycanda görürük. Hətta Azərbaycanda satılan bugün televiziyaların, soyuducuların, kondisionerlərin böyük əksəriyyəti bu dəqiqə Özbəkistandan gəlir. Yəni, bəli, Özbəkistandan gəlir. İndi bu dəqiqə tekstil məmulatları Özbəkistandan gəlir. Bax, bütün bunlar bizə dərs olmalıdır. Azərbaycan istehsal fokuslu bir ölkəyə çevrilməlidir. Amma təəssüf ki, bununla bağlı ciddi problemlər var. Zərərlə fəaliyyət göstərən ümumiyyətlə dövlət qurumları var. Zərərlə fəaliyyət göstərməsə də İKT sahəsində məsələn dövlətin payı çox yüksəkdir. Bu düzgün deyil. Məsələn biz görürük ki, elə bir ay yoxdur ki, internet qiymətləri, mobil rabitədən çox artmasın da. Bununla bağlı holding yaratdılar, Ascon Holding. Amma ümumiyyətlə özəlləşdirmə ilə bağlı heç bir dəyişiklik yoxdur. Metropoliten illər nəzərdən işdir. Sonra göndərdim, o Gürcüstan açıqlama almışdım. Bəxtiyar bəy deyir ki, biz qatarların təmirinə falan da xərcləyirik. Ona görə buna əsaslandırırlar sorğuya cavabı. Yəni bu ümumiyyətlə özəlləşdirməyə nə mane olur? Bunu hökumət elə bir görüntü mü yaradır, yoxsa özüm istəmir ümumiyyətlə özəlləşdirsin? Bu çox dərin sualdır, nə mənada? Özəlləşdirmənin müxtəlif növləri var da. Bir var, səhmdar cəmiyyətə çevirirsən, səhmlər buraxırsan, kim istəyir alır və sahibkar olur. Hətta orada işləyən fəhlə belə gedib 10 dənə səhmini alır, olur sahibkar, həm də sahibkar. Bir də var, xarici investorlar üçün açırsan. Bir var, daxili investorlar üçün, böyük investorlar üçün açırsan. Bizdə daxili investorlar kimdir? Bizdə rəsmi milyonçular varmı? Bizdə kim önə çıxacaq deyəcək ki, mən filan, məsələn, 100 milyon dollar olan bir dövlət özəlləşmədə pay almaq istəyirəm. Alanları əngəlləyir axı. Məsəl üçün, Azərbaycan özəlləşdirilməsini Türkcell eləyirdi, bugün internet provider kimi işləyir, amma əngəlləndi. Razıyam sizlə. Demək istəyirəm ki, birincisi, o fundamental problemlər haradadır? Gələk xarici investorlara. Xarici investor nə istəyir? Güvən. Nə istəyir? Ədalətli və tez çalışan məhkəmə sistemi. Nə istəyir? Tez-tez dəyişməyən oyun qaydaları. Bizdə vergi məcəlləsi 16-cı ildən bugünə 1000-ə yaxın dəyişikliklər olub. 1000-ə yaxın. Bu iş adamı üçün qırmızı işıqdır. Xarici iş adamı. Çünki mən bugün gələcəm, bu oyun qaydaları ilə alacağım. Sabah götürdülər, yenə dəyişdilər. Onda nə olacaq? Ona görə də bax, bu problemlər var deyə, güvənsizlik var deyə, xarici investorlar üçün də problemdir. Üçüncü problem ondan ibarətdir ki, Azərbaycan hökuməti strateji sahələrlə özəlləşdirilə biləcək sahələrin siyasını çıxartmalıdır. Məsələn, mən də düşünürəm ki, məsələn, enerji istehsalı dövlətin əlində olsa daha yaxşıdır. Amma onun paylanması niyə dövlətin əlində olmalıdır ki? O paylanma rahat bir şeydir də və Azərbaycanda da infrastruktur elə qurulub ki, əsasən də regionlarda çox rahat şəkildə regionlarda su, işıq, qaz paylayıcı şirkətləri özəlləşdirmək mümkündür və buna ciddi maraq var. Mən dəqiq bilirəm ki, buna ciddi maraq var. Fransız şirkətləri, Alman şirkətləri, Türk şirkətləri bunda maraqlıdırlar. Amma niyə bu addım atılmır? Çünki bu addımın atılması oyun qaydalarının dəyişdirilməsinə xidmət edəcək. O zaman tarif siyasətini Tarif Şurası müəyyənləşdirə bilməz. Bunun üçün ayrıca qanun lazımdır, bunun üçün tənzimləyici regulativ aktlar lazımdır. Bax, bu məsələlər qəliz olduğuna görə, biraz daha çox iş tələb elədiyinə görə və iş həcmi tələb elədiyinə görə hələlik qalıb. Amma bunun başqa yolu yoxdur, gec-tezə olacaq. Ümumiyyətlə, dövlət şirkətlərinin ziyanla işləməsi aydın məsələdir ki, istənilən şirkət ziyanla işləyə bilər. Bu belə nonsens deyil. Amma İqtisad universitetlərinin 2-ci kursunda oxuyan tələbəyə öyrədirlər ki, istənilən şirkət ziyanla işləyirsə, birinci xərcini azaldır. Xərcini. Azərbaycanda heç vaxt belə olmur. Bizimcə gəliri artırmaq istəyirlər həmən, qiymət artırırlar. Bir otur qabağına qoy, audit elə ki, sənin xərclərin harada çoxdur. Hansı xərcləri azaltsam, maya dəyərini aşağı sala bilərəm. Metropoliteni misal çəkdiniz. Məsələn, Metropoliten hər dəfə açıqlama verir ki, bir sərnişinin daşıma qiyməti, nə bilim, 55 qəpikdir, 90 qəpikdir, hətta 1 manatdır, müxtəlif açıqlamalar olur. Necə hesablayırsınız onu? Məsələn, mən Elmlər Akademiyasında mindim, inşaatçılarda düşdüm, bir dayanacaq getmişəm. Və bir də var, mən Elmlər Akademiyasında mindim, Əhmədlidə düşdüm, 15 dayanacaq getdim. Maya dəyərini necə hesablayırsınız siz?
Bax, bu məsələlər çox ciddi məsələlərdir də. İstənilən dövlət müəssisəsini ziyanla işləyirsə, ilk növbədə xərclərini azaltmalıdır. İlk növbədə. Azərbaycanda bir də problem var. Bu problem həm də sosial problemdir. Həddindən artıq şişirdilmiş ştatlar var dövlət şirkətlərində. Lazımdır 10 işçi, var 50 işçi. Kiminsə qohumudur, tanışıdır, evdə qalıb xahiş eləyir, bu vitse-prezidentin qohumu, o vitse-prezidentin qohumu, şirkətlərin rəhbər səviyyələrində olan vitse-prezidentlərin qohumları bu xahiş eləyir, o öz qohumunu gətirir, ştat açır. Bir də baxırsan ki, şişdə oldu, böyük bir ştat. Bir tərəfdən bunu deyəndə bəzi insanlar deyir ki, pisdir, qoy insanlar maaş alsın. Amma bu yalancı iş yerlərində, doğrucu iş yerləri deyil, bu əlavə dəyər yaratmır, Azərbaycan iqtisadiyyatına heç nə təsir eləmir, müsbət bir geri dönüşü yoxdur. Bax, bununla bağlı hökumət nə edəcək? Azərbaycanda bugün 900 minə yaxın büdcədən maaş alan var da, 887 min. Bunların böyük əksəriyyəti lazım deyil axı. Nə edəcəklər? Bu 400 min, 500 min insanı birdən-bir ixtisara salmaq mı olur? Yox, təbii ki, bu sosial ciddi problemlər yarada bilər. Amma bu şişirdilmiş ştatlarla nəsə etmək lazımdır axı. Yaxşı, siz ştatları şişirtmişsinizsə, ziyanla işləyirsinizsə, bunun bədəlini mən vətəndaş niyə ödəməliyəm? Niyə mənim qiymətimi artırırsınız hər dəfə? Və yaxud da nəqliyyatda gediş haqqı ilə bağlı. Neçə illərdir bu söhbət gedir də, nəqliyyatda gediş haqqı bir dəfəyə hesablanmamalıdır. Mən keçən həftə İspaniyadaydım. Bir dəfəlik gediş haqqı 2 euro 70 sent, 5 manatdan çox. Amma heç kimin vecinə deyil o bir də. O turisti maraqlandırır. Turistə aiddir. Həmin əlində həftəlik, günlük, həftəlik, aylıq, illik kartlar var. Regional kartlar var. O daha ucuz başa gəlir. Gəlir çıxır, haradasa belə bizdəki aşağı yuxarı bizdəki qiymətə gəlir çıxır. Amma gəlirlər orada çox yüksəkdir bizə nisbətən. Yəni, burada zamana bağlı kart sisteminə keçmək, bir-birinə inteqrasiya olunmuş metro, avtobus kart sisteminə keçmək nə qədər çətin bir şeydir ki. Çox asandır əslində. Bax, bunu belə etmək lazımdır. Yəni, dövlət müəssisələrinin özəlləşməsi qaçılmazdır. Geci-tezi mütləq baş verəcək. Amma özəlləşmədən öncə də, baxın, məsələn, A şirkəti, İngilis şirkəti misal üçün deyirəm. Gəlir, istəyir hansısa bir şirkəti alsın. Amma o sonradan o işçilərlə üzbəüz qalmaq istəmir axı. Gəlir, öyrənir, konsalting tutur. Mən məsləhətçi olmuşam bir neçə belə layihələrdə. Məsləhətçi kimi gəlir, məsləhətçi deyir ki, bax, burada 10 min işçi var. Məsələn, Azərsu, keçmiş adıyla desək də, indi İli Şəhərlərin Su İdarəsi. 10.800 işçisi var. Tutalım bu su paylamağını özəlləşmək istəyirsən. İngilis deyəcək ki, mənə 10.800 işçi lazım deyil. Amma mən alıb bunu işdən çıxartsam, bunlara kompensasiya ödəməliyəm, bunlar məhkəməyə verəcəklər, bunlar məndən pul tələb eləyəcəklər. Get orada, məsələn, mənə 2000 işçi lazımdır. Ştat 2000 saxla, sən dövlət özlərinə götürsün bu məsuliyyəti, onları işdən çıxartsın, ondan sonra mən alıram. Buna görə də dövlət gedə bilmir. Necə çıxartsın 8000 işçini işdən? Ya da ki, Azərenerji, ya da ki, başqa şirkətlər, ya metropoliten, fərqi yoxdur. Hansına baxsanız, şişmiş ştatlar var. Və xarici investor da bunları alıb, sonra o işçilərə kompensasiya, bilirsiniz, o müqavilələr çox sərtdir, xarici şirkətlərlə müqavilələr çox sərtdir. Məsələn, BP-də 10 il insan işləyirsə, onu işdən çıxardırlarsa, 100.000 dollara qədər kompensasiya ödəyirlər. İndi necə gəlsin bunlara kompensasiya mı ödəsin İngilis şirkəti? Ona görə də Azərbaycan hökuməti özəlləşmə ilə bağlı belə məsələlərə ilişdiyinə görə, maneələr olduğuna görə, hələ bir sərt addımlar, iri addımlar atmaq istəmir. Bir də bütün dünyada ümumiyyətlə bir istefa mədəniyyəti var məmurlarla bağlı. Öz vəzifəsinin öhdəsindən gələ bilməyən məmur çıxır, üzr istəyir və istefa gedir. Bizdə elə qurumlar var ki, ümumiyyətlə varlığından yox ola bilmir və bərbad edəcək. Məsələn, ayına. Yəni, dövlət idicasına kimi vurdu da. Məsələn, nəqliyyat sənin təşkilini reallaşdıra bilmirsən. Sonra qalmaqal yaşandı icra hakimiyyətinə bağlı bu sahibkarla. Yəni, məsələ burasındır ki, bu ümumiyyətlə qalmaqal böyüyür. Hələ çıxıb saytların birinə açıqlama verir ki, insanlar sosial şəbəkələrdə söyməsinlər. İstefa mədəniyyəti bizdə formalaşmayıb. Bu, məsələn, məmur işini görmür, amma israrla o vəzifədə oturur da. Məsələ burasındır ki, çox maraqlıdır ki, hökumət onu ümumiyyətlə işdən çıxartmır. Əksinə, sanki birinə belə qıcıq verilmiş kimi irəli də çəkirlər. Bunun, yəni, İstefa mədəniyyəti harada yaranıb? İstefa mədəniyyəti yaranır, əsasən proporsional və seçki sistemləri olan ölkələrdə, məsələn, Avropa ölkələrində. Məsələn, Amerikada da istefa mədəniyyəti çox zəifdir, açığı, Avropaya nisbətən. Çünki orada proporsional sistem olduğuna görə, idarə etmə sistemi olduğuna görə kollektiv məsuliyyət var. Məsələn, bir partiya udursa seçkini, hökuməti formalaşdırırsa və vəzifələrə insanlar təyin edirsə, bu kollektiv məsuliyyət danışır. Birinin problemi olanda bu proyekt olunur bütün komandaya. Bizdə elə deyil.
Bizdə elə deyil. Bizdə fərdlər var. Fərdlər təyin olunur. Bizdə komanda anlayışı yoxdur demək olar ki. O fərdlər də necə təyin olunur ora? Bu da bir başqa böyük bir mövzudur, böyük bir verilişin, necə deyərlər, mövzusudur. Və burada da artıq şəxsi münasibətlər önə çıxır. Mən səni tanıyıram, sən məni tanıyırsan, mən səndən utanıram, sən məndən utanırsan, üz-üzdən utanır, filan kəsin qohumudur, filan kəsin tanışıdır, oradan zəng gələcək, buradan xahiş gələcək. Ona görə də bu istefa mədəniyyəti çalışmır bizdə. Bu istefa mədəniyyətinin çalışması üçün kollektiv məsuliyyət anlayışı yaranmalıdır. Yəni, hökumət kollektiv məsuliyyət daşımalıdır ki, bir fərdində problem olanda desin ki, sən mənim üzümü qara elədin, ya istefa ver, ya mən səni işdən çıxardıram. Burada indi kollektiv məsuliyyət yoxdur. Nə qədər icra başçıları tutuldu bu günə qədər? 8-9 nəfər. Nə qədərsə işdən çıxarıldı onlarla. Bu kollektiv məsuliyyət yaratdı mı o icra hakimiyyəti komandasını? Yox. Bugün necə işləyirlərsə, bu dünən də elə işləyirlər, bugün də elə işləyirlər, sabah da elə işləyəcəklər. Ona görə də bu istefa mədəniyyəti kollektiv məsuliyyətdən doğur. Bizdə isə kollektiv məsuliyyət nəinki iqtidarda, müxalifətdə də yoxdur. Yəni, demək olar ki, biznesdə də yoxdur. Yəni, bu kollektiv məsuliyyət anlayışı bizdə hələ oturuşmuyor. Bir də Nəbi, illərdir sahibkarlığa dəstək məqsədinə yoxlamalar dayandırılıb. Bu ilin əvvəlində də bir il daha uzadıldı. Amma məsələ burasıdır ki, bu ümumiyyətlə yoxlamaların dayandırılması bir çox sahəyə əngəl olur. Məsələn, əmək məcəlləsində ümumiyyətlə əmək müfəttişliyi yoxlamalar həyata keçirə bilir. Vergi məcəlləsində özbaşınaqların həyata keçirməsinə səbəb olur. Sizə elə gəlmirmi ki, bu ümumiyyətlə qəsdən uzadılar ki, bu elə özlərinin işləri rahat getsin? Burada bir dəqiqləşdirmə ehtiyac var. Bu rutin yoxlamaların dayandırılmasıdır. Amma şikayətə əsası yoxlamalar dayandırılmır. Vətəndaş şikayət eləmir də. Məsələn, yəni eləsin, vətəndaşımız da bir şikayət eləməyi öyrənsin, seçkiyə getməyi öyrənsin, səs verməyi öyrənsin, nəsə öyrənməlidir də, yəni. Ona görə də bu şikayətə əsaslı yoxlamalar dayandırılmır. Əgər əmək məcəlləsi pozulursa, əmək müfəttişliyinə kimsə şikayət eləyirsə, mütləq gəlir yoxlayır. Hə, bu yoxlamaların uzadılması kimlərəsə sərf eləyirmi? Ola bilər. Amma mənim düşüncəm belədir ki, ümumiyyətlə yoxlama anlayışı Azərbaycanda Sovetdən qalma anlayışdır da. Yoxlama necə olur? Məsələn, Avropa ölkələrini götürsək. Almaniyada yəni, milyonlarla şirkət var da, yerli xırdalı. Amma vergi işçilərinin sayı çox azdır. Hamısını gedib yoxlaya bilməz, axı mümkün də deyil. Onlar nəyə baxırlar? Sənin hesabatlılığında olan uyğunsuzluğa şübhə yarananda gedirlər yoxlamağa. Məsələn, mən tanıdığım insan var, Almaniyada 10 ilə yaxındır bizneslə məşğul olub, deyir, mənə bir dəfə də yoxlamaya gəlməyiblər. Bir dəfəyə də. Olmuyor. Niyə? Çünki mənim hesabatlılığımda uyğunsuzluqlar yoxdur. Onlar elektron qaydada hesabatları qəbul edəndə hər də uyğunsuzluq görürlər. Məsələn də uyğunsuzluq nədir? Şübhə yaradan durum nədir? Natiqin şirkəti keçən il 1 milyon vergi vermişdi, indi 10 min verir. Nə oldu ki? Nə baş verdi ki? Bu birdən-birə 990 min azaldı. Gedirəm yoxlamağa ki, görüm sən neynəmirsən? Bu haqlı iradılar və şübhələr yarananda yox. Bizdə elə deyil axı. Bizdə ucdan tutma yoxlama mədəniyyəti var idi, dırnaq içində mədəniyyəti. İndi o, yaxşı ki o ləğv olunur. Ucdan tutma yoxlama lazım deyil axı. Mən iş adamıyam, tutalım mənim bir 20 işçim var, 2 layihəm var. Azərbaycanda da 11 dövlət qurumunun yoxlama səlahiyyəti var. 11 tək vergilərin deyil ki. Həm 11 dövlət qurumunun. Hətta arxitektura idarəsinin belə yoxlama səlahiyyəti var ki, gəlin görün pəncərələri düz qoymusan, yoxsa yox. İndi mən işimi gücümü atım. Hər ayda bir dənə yoxlama ilə mı məşğul olun? Bunu apar, naharını al, bunun sonra axşam yeməyini al, bunu yola sal, buna çay ver, bununla söhbət edin. Mənim işim gücüm var axı. Yəni bu nöqteyi nəzərdən doğru qərardır ki, yoxlamalar ümumiyyətlə ləğv edilməlidir. Uzadılmasına ehtiyac yoxdur. Ləğv edilsin. Haqlı şübhələr yarananda və vətəndaş şikayətinə əsaslanan yoxlama sisteminə keçmək lazımdır. Və bu daha doğrudur və vətəndaşlar da öz məsuliyyətini hiss eləsinlər, çəkinməsinlər, şikayət eləsinlər, haqlarını qorusunlar. Burada nə var ki? Bir də gənclərin ümumiyyətlə ölkədən belə deyim də xaricə köç etməsi bir ənənəvi hal olub. Burada yəni ali savadlı, əldə diplom işsiz ordu var. Ən yaxşı halda geyib kastə işləməli, ya restoranda xidmət sahəsində işləməlidir. Onlar ümumiyyətlə əsasən politika ümumiyyətlə Baltikan ölkələrə üst tuturlar. Bunun qarşısını almaq üçün ümumiyyətlə belə deyim bu işsizlik problemi, real addımlar yəni nələrdən ibarət? Yəni bunu iki hissəyə ayıraq. Birinci hissəsi odur ki, yaxşı mütəxəssis Azərbaycan saxlaya bilməyəcək. Diplom bilik aldım anlamına gəlmir də, bilik vermir universitet. Diplom verir. Və bu insanların bir çoxu ali savadlıdırlar formal olaraq, faktiki olaraq. Amma onların ixtisasında ciddi bir irəliləyiş əldə edəcəyini söyləmək çox çətindir açığı da. Mən hələ yumuşaq ifadələrdən istifadə etməyə çalışıram. Ona görə də onlar öz ixtisasına uyğun iş tapa bilməyəcəklər də Azərbaycanda. Məsələn, Azərbaycanda bu qədər
nə bilim, iqtisadçıya ehtiyac varmı məsələn? Hər universitetdə bir iqtisad fakültəsi var. Bu qədər hüquqşünasa ehtiyac varmı? Hər universitet özünə hüquq fakültəsi açmağa çalışır. Yəni bütün bunlar, amma yaxşı mütəxəssislər yetişirmi? Yetişir. Məsələn, tibbdə yaxşı mütəxəssislər yetişir və hamısı da çıxır gedir. Çünki böyük ehtiyac var. Məsələn, Almaniyanın özündə 73 min həkim çatışmır bugün. Sən get sertifikat imtahanı ver, get işlə və yüksək də maaş var. Və gələk indi bunun maddi tərəfi. Maaşların çox aşağı olması Azərbaycanda doğrudan da insanları itici bir təsir göstərir də. Məsələn, ən belə sadə kuryer. Yəni belə böyük bir bilik lazım deyil, yəni savad lazım deyil, diplom lazım deyil. Almaniyada, Fransada kuryer ayına təqribən 3000 avro qazanır. 2500-3000 avro. Bu bizim pulla 5000-6000 manat eləyir. Burada qazanır 1000 manat. Fikirləşir ki, mən gedib elə orada qazanım da o. Eyni işi görürəmsə. Ehtiyac da var. Ciddi ehtiyac var. Moskvanın özündə, Rusiyanın özündə bu yaxınlarda böyük skandal oldu ki, MGO, Moskva Dövlət Universitetinin professorları daşıma ilə məşğul olanlardan 2 dəfə az maaş alır. Professor alır 120 min rubl, amma catering şirkətlərində daşıma ilə məşğul olanlar 250-280 min rubl qazanır. Bax, bu da ciddi problemdir də. O da Azərbaycan gənci də fikirləşir ki, burada mən gedib uzaqbaşı haradasa daşımada işləməkdənsə, gedib Polşada işləyərəm, Almaniyada işləyərəm, Fransada işləyərəm, bundan 5 qat artıq qazanaram. Bu var. Üçüncü bir məsələ, bilirsiniz, insanlar daha rahat yaşamaq istəyir. Bunu heç kimi bununla bağlı qınamalı deyil. İnsanlar rahat yaşamaq istəyir. Düşünür ki, dünyaya bir dəfə gəlir. Və düşünür ki, burada hansısa bir rahatlığını hiss eləmir. Bunun sərhəd bağlıdır, istədiyəndə keçə bilmir harasa. Bir ürəyi istədiyi aktivitelərdə iştirak eləyə bilmir. Ona görə deyir ki, mən elə bir dəfəlik gedim kök salım ya Polşada, ya Almaniyada, ya Fransada və nəticə etibarilə öz əməyimi orada satım. Ustalar var, məsələn, ev ustaları, təmir ustaları, avtomobil ustaları Azərbaycandan qat-qat çox qazanırlar Avropada. Ona görə gedirlər. Ona görə də Azərbaycanda o gənclərin buradan getməsinin həm də problemlərindən biri odur ki, mən hökumət nümayəndələrlə görüşdə də bunu demişdim. Azərbaycandan valyuta çıxışına çox, belə deyək də, qısqanc yanaşır da, hökumət istəyir, az çıxsın. Doğru yanaşmadır, özlərinin baxışından ki, az olsun, valyuta Azərbaycanda qalsın. Amma Azərbaycandan köçən hər bir gənc, əgər məktəbi və universiteti burada bitiribsə, təqribən 50 min dollar öz beynində aparır. Valideynin və dövlətinin fərzlidir. Çünki bir şagirdin bir il oxuması 2000 manata başa gəlir təqribən. 11 il oxudumu məktəbdə, dövlət 22 min ödədimi? Yazıq valideyn müəllim tutdu, bir 3-5 müəllim tutdu, ildə bir 1000 manat da əlavə bu ödəyirmi? Ən azı. Bunların hamısı toplanır. Təqribən 45 min, 50 min dollar uşaq beynində aparır, özündə aparır. Bunu hökumət niyə düşünmür? Valyuta çıxışıdır da bu, nə fərqi var ki? Gərək elə nəqd şəklində çıxsın, belə şəklində, beyin şəklində çıxır. Yəni ona görə bunun qarşısını almağın yolu Azərbaycanda cəlb edici iqtisadi modelin qurulmasıdır. İnsanların kiçik orta sahibkarlığa meylinin və həvəsinin artırılmasıdır. İnsanlar rahat şəkildə bizneslə məşğul olmalıdır. Düşünməməlidir ki, mən qapımı açacağam, sabah 15 yerdən gəlib qapımı döyəcəklər. Gürcüstandan gəliblər bura. Burada iş açmaq istəyirlər. Çünki bugün bazar Gürcüstandan daha cəlb edicidir. Əhalimiz çoxdur, ərazimiz böyükdür. Alınmayıb, gediblər, qayıdıblar təzədən Gürcüstana, artıq 5-ci, 6-cı, 7-ci şirkətlərini açıblar. Deməli, eyni insan müxtəlif ölkələrdə müxtəlif nəticə göstərirsə, deməli, sistem problemidir. Bir də bu səhiyyə sistemindən və qazanın danışdırmalardan məsələ burasındadır ki, bizdə indi bir neçə ildir ki, dövlət qurumlarına xəstəxanalar pulsuz, yəni tibbi xidmətlər göstərir, çek alırsan, gedirsən. Amma məsələ burasındadır ki, bizdə ümumiyyətlə istənilən Bakı, Sumqayıt olsun, istənilən xəstəxanada anormal bir vəziyyət var. Adi özüyə düşmək istəyən adam saat 11-də gedirsə, axşam saat 5-ə qədər növbələrdə və ümumiyyətlə şikayət eləməyə nə bir bilədiyimdə Səhiyyə Nazirliyi, Tərbiyə, 1000 dənə qurum var. Amma bir-birinin üstünə atır. Biz media olaraq ümumiyyətlə sorğumuza cavablamayacaq bir şəxs tapa bilmirik. Bu ümumiyyətlə bir sahədə 2 qurumun olmağı nə dərəcədə doğrudur? Bu ümumiyyətlə dövlət qurumuna gedirək pulsuzca xidmət göstərir. Rentgenin plyonkası yox, uzi səhv göstərir, aparatı köhnədir. Ondan sonra deyir ki, cəhənnəmə həm növbələrdə gözləyirəm də ki, nəticə yaxşı olmayanasa, elə 50 manat verib gedirəm özəldə, məsələn, özümü yoxlatdıraram. Birincisi, bu sahənin belə çox dərindən mütəxəssis olmadığıma görə ancaq idarə etmə problemlərinə toxuna bilərəm. Doğrudan da bir sahənin 2 idarəçisi anormaldır.
həmişə problem yarar. Hətta öz aralarında rəqabət, İntriqa var. intriqa və problemə gətirir çıxardır. Ona görə də bir mərkəzdən idarə olunması daha doğrudur. İkincisi, bu sığorta, icbari tibbi sığorta məsələsi işlək bir mexanizmə çevrilməlidir. Özəl xəstəxanalara da şamil olunmalıdır. Və özəl xəstəxanalar da məmnuniyyətlə bunu qəbul etməlidir. Məsələn, Avropa ölkələrində əslində xəstəxanalar, özəl xəstəxanalar, özəl yerlər dava eləyirlər ki, sığorta ilə müqavilə bağlasınlar. Çünki daimi vəsaitdir də bu. Çünki sığorta ilə gələn insan cibindən getmədiyinə görə balaca bir yerə ağrıyan kimi gedib özünü müalicə elətdirmək istəyir və yaxud da baxdırmaq istəyir, diaqnoz qoydurmaq istəyir. Daha çox müştəridir və sığortadan daha çox vəsait alır. Bizdə bax bu sistem oturuşmayana qədər, bax sizin dediyiniz mənzərə davam edəcək. Hətta bu yaxınlarda bir dostum dedi ki, gecə saat 11-ə mənə Uziyə növbə yazıblar, pulsuz. Gecə saat 11-də. Yəni biz getdim deyir gecə saat 11-də, hələ məndən qabaq 3 nəfər də var idi. Bir də 12-yə qalmışlar, çıxdım orada. Yəni var belə problem, doğrudan da var. Bu problemin həlli yolu mərkəzləşdirilmiş idarə etmə, bir mərkəzdən idarə etmə və sığortanın cəlbedici olması. Özəl klinikalar dava eləməlidirlər ki, sən gəlib onda sığortalı müalicə alasan. Bax bu cəlbedicilik yarananda avtomatik olaraq bu problemlər də həllini tapacaq. Bir də sonuncu sualımı istəyirəm. Mən istərdim ki, ümumiyyətlə müxalifət lideri olub fikirləriniz maraqlıdır. Təhsil sayəsində yəqin ki, mediada görmüşsünüz, bir neçə aparıcı da bu haqqında qaldırdı. İnsanlar, yəni tanınmış şəxslərə müraciət edir ki, məsələni ictimailəşdirək. Təhsil sistemində ibtidai siniflərin o qədər tapşırıqları olur, axşama qədər ona edilir və bir də dərsliklərdəki, bilmirəm sizin yaxınlarınızda az yaşlı uşaq var yoxsa, onun bir dərsliklərini alıb verəqəmiz. Bizim vaxtımızda mən 2004-də getmişəm birinci sinifə. Abdullah Şaiqi, nə bilim, Bəxtər Vahibzadə falan onların şeirləri var idi və normal da şeirlər idi. Belə şeirə baxırsam, valla, Cahanın şeirləri səsinə mənasında daha yaxşıdır. Ümumiyyətlə, şeirin nə məna yükü var, nə tapşırıq, belə müəllim baxır, dəhşətə gəlir ki, bu nədir, yəni səhvlərlə dolu, üstəlik tapşırıqlar ildən ilə ağırlaşır. Birinci sinif imtahanı, yəni sinif şagirdi BSG imtahanı verir. Bu, ümumiyyətlə, istərdim ki, buna bağlı fikirlərinizi öyrənim ki, buna dərəcə realdır. Mən belə başa düşürəm ki, Təhsil Nazirinin özü də bundan narazıdır. Dəfələrlə öz müsahibələrində deyib ki, təhsil sistemində müəyyən islahatlar lazımdır, dərs yükü çoxdur, hətta çantaların ağır olması məsələsini də qaldırıb, insanların oxuduğunun 60%-ni başa düşmədiyini də problem kimi qaldırıb. Yəni, mənim üçün yaxşı olan odur ki, problemi ən azından görür. İndi həll edir, etmir, onu baxacaq necə deyərlər. Bilirsiniz, Azərbaycanda təhsil sistemi dəfələrlə müxtəlif ideologiyaların təsirinə məruz qaldı. Gəh dedilər, biz birinci Sovetdən çıxdıq, Sovet təhsil sistemi. Sonra Bologna sisteminə keçdik, Kulikum sisteminə keçdik. Yəni, bu işləmirdi Azərbaycanda. Deməli, oturub bir düşünmək lazımdır ki, nə etmək lazımdır? Məsələn, Finlandiyada ümumiyyətlə qiymətləndirmə yoxdur. Amma dünyanın bir nömrəli təhsil sistemi. Yükləmirlər uşaqları. İmtahan da yoxdur. Amma dünyada bir nömrəli təhsil sayılır. Mənim düşüncəmə görə təhsil biliklə yanaşı düşünməyi öyrətməlidir. Bizdə o qədər yüklənir ki, uşaqlar, onlar heç düşünməyi öyrənə bilmirlər. İnsanlara düşünməyi öyrətmək lazımdır, seçim imkanları öyrətmək lazımdır. Təhsilin əsas vəzifəsi budur, məncə. Sonradan biliyi alacaq. Bir də əzbərçilik, o Sovetdən qalma əzbərçilikdə. Yaxşı, indi süni intellekt çıxıb, Google çıxıb, hər şey çıxıb. Mən niyə onu əzbərləməliyəm? Niyə yadımda qalmalıyım? Mən tarixi çox sevirəm, həddindən artıq sevirəm tarixi. Amma tarixdə ən xoşum gəlməyən imtahanlarda şagird vaxtı o idi ki, mən illəri əzbərləməli idim ki, nə bilim, buz döyüşü nə vaxt olub, Karta Magna neçənci il, 1242-ci ildə qəbul. Niyə? Bu bilik mənə nə verir? Uzaq başı crossword həll eləyəndə daha tez yaza bilərəm. Vəssalam. Bu mənim işimdə nə verəcək? Universitetdə nə verəcək? Ailə həyatımda nə verəcək? Bax, əslində bu məsələlərin kompleks şəkildə həllinə ehtiyac var. Azərbaycanda yeni bir təhsil yanaşmasına, strategiyasına ehtiyac var. 1. Düşünməyi öyrədirsən. 2. Lazım olan istiqamətdə biliyi öyrədirsən. Sonda onu da deyim ki, SSR vaxtı da belə idi. Sonradan da Rusiya mətbuatı da bu haqda çox yazır. Amerikanlara gülürlər ki, onlar məsələn dünyanın ən uzun çayını bilmirlər ki, Nil çayıdır. Xəritədə Kongo çayının yerini tapa bilmirlər, Arktikanı bilmirlər, Antarktidanı bilmirlər və buna gülürlər Ruslar. Amma niyə bilsin ki, Amerikalı bunu? Niyə bilməlidir ki? Nə fayda verəcək? Amma o yaxşı IT mütəxəssisi olur, yaxşı həkim olur, yaxşı nə bilim mühəndis olur. Budur məsələdə. Yəni mən bilirəm, bu mənə nə verir? Mən bilirdim ki, ekvatoru kəsən, 2 dəfə kəsən Kongo çayıdır. Bu mənə
uşaqlıqdan yadımda qalıb, amma bu günə qədər lazım olmuyor. Heç crosswordda belə düşməyib ki, heç olmazsa götürüm onu yazım. Yəni bu informasiya mənə nə verəcək? Bax, bu informasiya yüklü təhsil sistemindən düşünməyə yüklənmiş təhsil sisteminə keçid lazımdır. Çox təşəkkür edirəm Say bəy. Buyurun, sağ olun.